Salam dəyərli izləyicilərim. Bugün sizə yeni romanıda. Əzizlərim, yeni romanının 90 nömrəli məktəbi keçəndən sonra 214 nömrəli talyanlar bilir də marşrut keçən yerdə. Ümumi 2 sot torpağın içində yerləşən 3 otaqlı, yaşayışlı bu gözəl mənzili sizə təqdim edirəm. Əzizlərim, bura bizim mətbəximizdir. Bura qonaq otağıdır. Burada belə bir otağımız var əzizlərim. Bura ailə yataq otağıdır. Əzizlərim, evimiz yerdən 8 daş kürsülüdür, qoşa daşla inşa olunub. Özünə tikilmiş evdə əzizlərim. Qiyməti 70.000 manatdır. Burada sanuzildir. Əziz izləyicilərim, onu da qeyd edim ki, kim evimizə əşyalı götürmək istəsə, görürsünüz hamısı da təzə yana əşyalardır. Əşyalarını da verilə bilər. Amma əşya ilə verində qiymət dəyişimi olacaq. Yəni necə əşyaların qiyməti gələcək üstünə. Amma belə evin qiymətinin içində, yəni bilirsiniz ki, kuxna mebeldir, kombidir, bunlara dəyilmir də. Hər kim alsa Allah xeyrini versin.